Diqqətiniz yalnız bizdə olsun. Məşhur proqnozçu Nadim Əlixanovdan may ayından başlayaraq təbii fəlakətlərlə bağlı şok açıqlamalar. Maydan sonra dünyanın gedən gedişatı qaranlıq olayların başlanğıc dönəmi olduğunu demişəm. Və onun indi də deyirəm və onun da arxasındayam. Bunu mən 4 ay bundan əvvəl başlamışam bu hissləri gəlib deməyə. Dünyada baş verənlər, dırnaqarası sosial şəbəkə fenomenlərinə sərt ismarıcılar. Hə dostlar, like dostlar, tıkla. Bu kimi şeylərə baxan bir millət sizin başınıza, hansı ki o insanlar, mən onlara nə izah edeyim? Heç nə. Həm düşünəcək, həm də güləcəksiniz. Diqqətiniz bizdə olsun. Xoş gördük əziz dostlar. Yenə də maraqlı qonağımız var. Dünən də bir maraqlı qonaq oldu. Bugün də maraqlı qonağımız var. Azərbaycanda çox tanınmış proqnozçu Nadim Əlixanov qonağımızdır. Nadim bəy, xoş gəlmisiniz. Sağ ol, təşəkkür edirik. Nadim bəy, bugün bura gələndə yəni bir hadisə ilə qarşılaşdıq. Yəni artıq Azərbaycanda bunu hamı bilir ki, Türkiyədə zəlzələ baş verdi və bu zəlzələ haqqında sizin proqnozunuz düz çıxdı. Yəni istəyirəm elə girişdə bu barədə danışaq. Bizim proqnozlarımız bir deyil ki, bizim proqnozlarımız çox çıxırdı. Yəni bu tək biri deyil. Yəni söhbət Türkiyədən gedirsə, keçən Türkiyə barəsində də verdiyim proqnozu bir gün keçmədən düz çıxmışdı. Burada da bir neçə gün qabağı demişdim ki, Türkiyədə və dünyada zəlzələlər başlanacaq. Bəli. 1-2 il ərzində də Azərbaycanda da böyük dağıdıcı son 50-60 ilin olmayacağı qədər böyük zəlzələ olacağını mən bunu demişdim. Bəli, və bugün o artıq öz təsdiqini tapdı. Yaxşı ki, Allah qorudu, heç bir fəsad olmadı Türk xalqımıza, bizim qardaşlarımıza. Amma bildiyim qədər zəlzələ olub da orada, yəni zəlzələ baş verib. Yox, təbii ki, bütün medialar, Türk mediaları zəlzələdən görüntülər paylaşır, danışır. Amma çox böyük fəsadlar təbii ki olmayıbdır. Amma bu o demək deyil ki, bundan sonra böyük fəsadlar olan zəlzələlər olmayacaq. Yəni insanlar bir balaca mənə qulaq asarkən səhv anlayırlar. Sanki arzu etmiş kimi başa düşürlər ki, sanki mən bunu arzu edirəm. Amma başa düşmürlər ki, baş verəcək bir şeyi bizim ürəyimizə damır. Mən də insanlara çatdırıram ki, insanlar bir şey qabaqcadan hiss etməsi, bilməsi, xəbərdar olması heç bir ziyanlığı yoxdur ki burada. Nə var ki bunun ziyanlığı? Sadəcə olaraq qorunmaları üçün bir xəbərdarlıqdır bu. Təbii ki, Türkiyə ilə bağlı əlbəttə ki, narahatçılığımız davam edir. Çünki bizim doğmalarımız da Türkiyədə. Amma Azərbaycanla bağlı verdiyiniz bu may ayına proqnozlar da çox belə sosial şəbəkələrdə intensiv yayılır. Ümumiyyətlə, bizi o da çox narahat edir, may ayındakı proqnozlar. Dekabr qaranlıq gələcək deyə bir proqnozum var idi. Məni izləyən təbəqə bilir. Bəli, mən də bilirəm. Hər il, hər hansı ayda bir şey baş vermir ki, deyim ki, sizə matəm elanı olacaq bir hadisə. Yadındadırsa bir günü bizə matəm elanı olmuşdu. Bəli, dekabr ayında o samolyot təyyarə qəzası. Bəli. Və bunu da mən paylaşım eləyəndə çoxları mənə həm qəzəblə yanaşanlar var, həm də gülənlər var idi. Yəni biz insanlara sadəcə olaraq samolyotun özünün düşəcəyi barədə proqnoz var idi. Keçən 2024-cü ilin əvvəlləri, 23-cü il axırları idi. Mən 2001 il ərzində, il yarım arasında faciəvi samolyot qəzası da demişdim. Həm fəaliyyətin qəzası samolyotun, həm də o deyirəm dekabr ayın qaranlıq gələcəyini. Bunlar həm samolyot qəzası, həm də dekabrın qaranlıq gəlməsi bir anında oldu bu. Yəni bilirsiniz necədir? %100 kino halında heç kim onu görüb deyə bilməzlər. Amma ipucuları bir hadisədən qabaq bir şeylərin deyəməsi bu daxili hisslərə bağlı olan bir şeydir. Məsəl üçün heyvanlar əvvəlcədən zəlzələdən bilirsiniz xəbərdarlıq olur da.
O nədir? İnstinkt hüceyrələrin daxilində çox olması və sürətlə dövr eləyən bir enerjimiz var bizim canımızda. Biz fərqliyik sizin kimi insanlardan. Biz fərqli olduğunuz üçün də biz dərkən Nadim Əlixanovdan gedir söhbət. O qədər ekstrasensəm deyə var ki, bunun proqnoz təkrarlayanlar, nə bilim, neysə, gündəmə baxıb danışanlar. Söhbət Nadimdən gedərkən məndə bu uşaqlıqdan da var idi. Mənim bunda tanıyan ətraf hamı bilir ki, mənim hər zaman uşaqlıqda, hətta mən ekstrasens özüm olduğunu biləndən əvvəl də dediyi şeylər düz çıxırdı. Və biz xəbərdarlıq ona görə edirik ki, artıq bir ekstrasensik, artıq bir proqnozçuyam, artıq öz daxilindən gələn hisslərimizi mən psixoloji olaraq analiz eləyib insanlara çatdırmağa çalışan bir gücə malikəm. Çox gözəl. O demək deyil ki, biz hər bir baş verən şeyi ölkənin adıyla, o kino fraqmenti kimi görürük. Elə şey yoxdur. Sadəcə bilirsiniz necə olub biz görə bilirik. Ürəyimə bir qaranlıq damır. Və mən onu şəkilləndirməyə çalışıram. Təxminən vaxt nə olduğunuzu, özümə suallar verərək həmən o içimə daman, o qaranlığın nə olduğunuzu şəkilləndirməyə çalışırım. Bəzilər deyirəm, orada ışıq görürəm, orada nə bilim, xalatda belə görürəm. Yəni, o qədər də o şəkilləri görmək mümküniyyatı yoxdur. Heyvanlar necə rəngləri adət edə bilmirsə, sadəcə instinkt gücü ilə görə bilirsə, biz də o instinkt gücü ilə bəzi ipucuları. Prosta mənim ürəyimə pis şeylər dammışdı. Həm ürəyi Türkiyənin daxilində qarşı durma belə hadisələrin olacağı, həm də zəlzələlər olacağı, həm də dünyada zəlzələlər bundan sonra daha çox tez-tez, daha dağıdıcı olacaq. Bu bir xəbərdarlıqdır. Və dünyada bir çox başqa ölkələrdə baş verəcək zəlzələləri mən öz daxilimdə olan hisslərimlə illərdir deyirəm ki, 2025-ci ildən biz dünya olaraq sağ-salamat çıxsa problem yoxdur. Dünya olaraq. Mən təbii ki, mən dünyaya verirəm də proqnoz durub, dünya bilsən beləcədir, bir dırnaq boyda Azərbaycan, dünya üçün dırnaq boyda da bir ölkəyik də. Təbii ki, dünyada bunlar baş verəcək, əvvəl bu zəlzələlər, böyük okeanların ətrafındakı böyük bir şəhərlər, böyük bir ölkələr ziyan çəkməyə başlayacaq gərgin anlar və bu adi hala dönəcək zəlzələlər. Artıq bizdə də deyəcək ki, hər an bizdə də ola bilər. Çünki adi hala dönmüş zəlzələlər dünyanın yerindən oynamağa başladığı bir zamandayız. O yüzden mən Azərbaycanda may ayından sonra zəlzələ deməmişəm. Amma mən dünya üçün may ayından sonra, may içində, maydan sonra dünyanın gedən gedişatı, qaranlıq olayların başlanğıc dönəmi olduğunu demişəm. Və onun indi də deyirəm və onun da arxasındayam. Bunu mən 4 ay bundan əvvəl başlamışam bu hissləri gəlib deməyə. Dekabrda olan proqnozdan sonra mən bunu deməyə başlamışam. Bunu deyirəm və bunun da təzədən deyirəm. Maya yaxın aprel ayında çox böyük sellər oldu Azərbaycanda və bu sellərdən həyatını və evlərini itirmiş insanlar oldu. Azərbaycanda Bakı şəhəri, Sumqayıtı su basacaq deyə mənim 1-2 il bundan əvvəl proqnozu var idi. Mənə izləyən kəslər bunu bilir, izləməyən, belə şeylərə inanmayanlar ola bilər, baxmasın onlar. Amma izləyən təbəqə insanlar ki, bilir bu proqnozlarımı. Yəni, niyə bu qədər özümdən çox razı danışıram? Çünki verdiyim proqnozlarım öz təsdiqini tapır, bunu da millət bilir. Sadəcə qəbul eləməyən bir təbəqə var. Onların öz işidir. Yox, başa düşürəm. Siz necədir, xanım? Hər bir insanın zövqündə bir mahnı var. Hər bir həkimin də öz klienti var. Mən kimlərəsə durub demirəm ki, mənə inanmaq zorundasınız. Mən amma sadəcə insanlara ürəyimə daman hadisələri
Ona görə deyirəm. Sığortalamaq istəyirsiniz. Bəli, həm onlar özləri sığortalayır, Bəli. həm də bu dünyanı sığortalayaq. Xeyirxah missiyadır. Bəli, həm də Xeyirxah dünyanı missiyadır. sığortalayaq. Bəli. Burada pis nə var ki, bunu mən eləmirəm ki, deyim ki, sən bunu edirsən. Əgər mənim ürəyimə daman hadisələri bir var ki, qəflətən onları onu tutsun, bir də var ki, əvvəlcədən hazırlıqlı olsun. Bəli. Ziyanı yoxdur ki, bu Yəni insanlar var, kiminsə imkanları var, Novostroykalarda yaşayır. Gərək dünyanın bir çox ölkələrində zəlzələlər baş versin, bunlara çatsın, sonra bunlar o həyət evlərə keçsin ya da başına gərək gəlsin. Əgər zəlzələdən kimlərsə həyatı itirəcəksə, onun üçün canından həmən o ev artıqdırmı? Yox. Və ya o evi sataraq o evdə olanlar gedib həyət evləri tikə bilməzmi? Çox Daha gözəl. alçaq binaları tikə bilməzmi? Nazim bəy, Azərbaycanda belə bir təhlükə var, belə Novostroykada yaşayanlara. Yəni, Mən hər yaxın bir vaxtda. kəsin hamıya deyəmmərəm, amma Yəni, bizim ölkə üçün. gələcəkdə var. Biz də Yəni, yəni son elə bir binada yaxın yaşayırıq. 1-2 il ərzində Var lap olsun 3 il, məsəl üçün 40-50 il, sizin neçə yaşınız var? Var da, hardasa bir 40-50 yaşı. 40 plus. Hə. 40 plus. 40 ildə sizin Azərbaycanda bir dəfə cəmi, mənim xatırladığım çox uşaq idim, bir dənə zəlzələ olmuşdu, 1-2 dənə bina belə sirkələnmişdi. Bəli, bəli. Və sirkələndə mənim yadımdadır. Bəli. Amma bu 40 Dağıdıcı ildə, deyil. 50 ildə, 80 ildə olmadığı böyük dağıdıcı zəlzələdən gedir söhbət. Bu yaxın deyirlər, sən ilini, ayını, günün dəqiq bilirsənsə. Yenə də deyirəm, axı, %100 tarix demək çətindir. Əlbəttə. Amma mən bu çox yaxınlarda böyük bir Artıq bu bəs binaların bəlkə bu sürüşmədir binaların. Bəlkə sürüşmə ola bilər. Ola bilər. Mən binaların Bayılda da tez-tez sürüşmə olur. İndi binaların yıxılması, insanların küçədə təlaş halında düşə biləcəyi bir hadisə gözlənilir. Buna biz zəlzələ deyə bilirik. Çünki həm də dünya üzərində zəlzələlər, çünki insanların dünya üzərində böyük binaların yıxılması, insanların həmən binaların altında qalması bir savaşdır, dünya savaşı, raketlər. Bir də zəlzələdir də. Təbii ki, küləklər binaları yıxmaz. Yağışlar evləri basar, düzdür, sürüşkənliklər yarada bilər. Mən də ona görə üçü bir arada dedim də. Həm təbii fəlakətlər, sellər, yağışlar, həm də zəlzələlər. Artıq təbii fəlakətlər son 4-5 ildir. Bunu görüb danışmaq artıq yeri yoxdur. Çünki mən bunu vaxtı ilə deyəndə bu şeylər baş vermirdi. Halbuki 13 il bundan əvvəl 2016-dan başlayaraq 25-ci ili sağ çıxmaq şərti ilə verdiyim proqnoz var. 2016-cı ildə Krım uğrunda savaş, aprel savaşları. 2017-18-ci illərdə dollar şoku, 2019-cu ildə pandemiya, 2020-ci ildə Qarabağ savaşı, 2021-ci ildə təzədən Ukrayna savaş başladı, hələ davam edir. Bəziləri 24 günə qutaracaq demişdir savaş, özünü ekstrasiyas adlanırlar. Amma bir də Filistin-İsrail üzərində başlayan gərginlik Suriyada bir arada sakitləşmişdi, təzədən də Suriya içində gərginliklər. Yəni biz 2016-cı ildən bugünə qədər yaşadığı fəlakətlər İqlim dəyişiklik altında. Bir də savaşlar. Yəni bu cür bir dönəm xatırlamıram. Son o bizim babalarımızın savaşdığı bir müddətdən bu yana, uşaqlıqdan bu yana düzdür. Həmişə sellər olan vaxtlar olur, amma bu cür ardıcıl, bu cür tez-tez, bu cür adiləşmiş bir hal həm sellər, sular, küləklər, tsunamilər, zəlzələlər və savaş gəlib 3-cü Dünya Savaşa qədər gəlib çıxan burun-buruna bir durum olmayıb. Bu 2016-dan başlayaraq hal-hazırda qədər davam edir. Hətta Trumpın gəlişi ilə də bir çox ümidlər var idi. Dünya böyük ümid bəsləyirdi ki, Trumpın gəlişi artıq bəzi şeylərə su səpəcək, yəni artıq müharibə bitəcək. Müharibə bitəcək də, yəni amma ki, yəni gözlənilən olmadı. İnsanların gözləntisi boşa çıxdı. Yenə də sizin proqnozlar yenə də düz çıxır, yəni verdiyiniz proqnozlar. Bəli, bu barədə belə deyərdim ki, Trump özü kimlərinsə tərəfindən xalq üçün düzdür, seçkilər var, gedir, edir, o böyük ölkələrdə xalqla bir xalq kütlədir də, gücdür, böyük. O xalq bilirsiniz, kiməsə inanaraq dözməlidir bəzi şeylərə. Bir şeyin, bir nəyinsə başı olmayanda, hansı ki bir təbəqənin, bir nəyinsə xaos daha çox tez yaranır və pisə doğru gedə bilər.
o insanların inandığı bir liderlər olmalıdır. Ona görə də o ölkələrdə seçkilər ki, yaradaraq, indi hər bir dünyada lider seçilir də. Bundan əvvəl şah padşah dövrləri var idi. İndi seçimlər var da. Daha sivilizovanlı bir dövrə gəlmişik. Mən Trump'ı xalqın seçdiyini və orada doğru olduğunu düşünmürəm. Və ya niyə iki bilən partiya var Amerikada? Sosialistlərlə, kommunistlərlə, demokratlarla nəsə. Bu iki dənə niyə var? Olsun üçüncü, dördüncü partiyada. Siyasətdən başım çıxmır. Çünki hər iki dənə partiyanın da başında duranlar eyni mason siyasətə qulluq eləyənlərdir. Elon Musk'ı da gətirib yanına da. Elon Musk da hələ sən çox uzaqlara, çox şeylərə gedirik, yeni şeylər həmişə təkrarlayıram, artıq yoruluram. Mən həmişə demişəm və indi də deyirəm. Mason siyasətidir, seçilmiş dünya liderləri insanlara inandıra bilən, insanlara öz arxasınca apara bilən, bir, Amerika, Avropada demokratiya altında insanlara idarə edən şəxslər, bir də diktatura olan, gərginliklər olan, çətinliklər olan ölkələrdə bir, belə deyim də, məsəl üçün Qəddafi kimi, sonra sizə deyim, o Türkmənbaşı, sonra məsəl üçün Yüzünü Koreyada, Nədi Koreyada bu kimi ölkələr var da, məsəl üçün orada bilirsən, sırf bilirsən ki, mən ağayam, mən nə deyirəm, cəmaat onu sən eləməlisən. Amma bu bizim Avropa yanına, Türkiyədir, Azərbaycandır, Rusiyadır, bu kimi sivilizovanlı ölkələr yoxdur, Amerikadır, indi Almaniyadır, Fransadır. Bizim kimi qanunlara riayət edən ölkələrdə biraz insanların fikirləri önəmli olur. Ona görə də həmən o masonlar da insanlara maraqlı olan şəxsləri şəraiti yaradır. Həm insanların istədiyi olsun. Həm də o insanlar bizim istədiyimizə yox deməsin. Ona görə gedən gedişatı, o Trumplar, Muraplar, onlar istəyi ilə olmur. Kimlərin isə istəyi ilə olur. Bu dünyada hal-hazırda gedən zəlzələlər yer altında qeyriyə fiziklər deyir ki, belədir. Nə oldu? Birdən-birə üçü bir arada oyandı. Bir tərəfdən xəstəliklər, viruslar. Viruslar. Bir tərəfdən yer oynamağa başladı. Bir tərəfdən də üzr istəyirəm, dünya savaşı. İndi bəzi dindarlar da Allahın qəzəbinə gəlib. Bu fakt deyil axı, bu bir elmi bir sübut, bir fakt deyil. Gəlib birini biz real danışaq da. İnsan azaltması üçündür də, üçüdür. Xəstəliklər də insan azaldır. Təbii fəlakətlər də insan azaldır. Dünya savaşda. Mən bunu 2013-cü ildə deyəndə mənə gülürdülər. Nətər ki, bir neçə gün əvvəl də mən Türkiyədə təzədən zəlzələlər, böyük faciələr görürəm deyəndə, Türkiyə içindən də qarışacaq deyəndə, Türkiyənin 2028-ci ilə qədər seçkidə mən gəlib Erdoğan bəyin gəlib çıxmayacağını və o təzədən 2028-ci ilə qədər seçkilər gəlib çıxmayacağını proqnozlar verəndə, düzdür, hələ bir şey yoxdur. Allah Erdoğan bəy can sağlığı versin, Azərbaycanımızın qardaş ölkənin həmişə yanında olan liderdir. Amma hisslərim, dediklərimi də deməliyəm də, mənim də hisslərim var axı. Hal-hazırda görsək Erdoğan bəyə qarşı müxalifət çox böyük bir kütlə ilə, aqresiya ilə ayaqlara qalxıb və daxilində bir gərginlik var. Mən də bunu deyirdim. Və bunun da sonu seçkilər təzədən olacaq, ya nəsə olacaq, 2028-ci ilə qədər gəlib çıxmayacaq bu prezident Erdoğan bəyin. Yəni növbəti seçkilərə qədər kim deyirdi ki, bugünkü gün müxalifətin o mitinqləri olana qədər ki, 2028-ə qədər gəlib çıxmayacağını. Seçilmiş prezidentdir. 2028-ə qədər də hamısı Erdoğan bəy də bilirsən də rəis, zat, qəşəng, onun da gücü də var da, dünya üzərində tanınmış liderdir. Bəli. Ona görə kim düşünərdi ki, bu hal-hazırda bu qədər Türkiyədə riski belə bir ayaqlanma olacaq? Yox, düşünmə alımıza gəlməzdi. Amma oldu. Hissləri bunu demək olar. Və bugün bu var, baş verir, davam edir. Hər 6-cı gün, bazar günləri mitinqlər artıq təşkil edəcəyini deyir. Və bugünkü gündə bu gedən proses nə qədər nə olursa olsun, hansı politoloqlar nə deyirsə desin, bizim istəyimiz nə olursa olsun, orada təzə seçkilər
olacaq 2026-27 deyəmirəm, yəni ki 2028-ə qədər gəlib çıxmayacaq və təzə seçkilərdə də Erdoğan bəy ya bəlkə özü namizədliyi verməyəcək, ya da versə də qazanmayacaq, ya da fiziksel bir hadisə gələr, ola bilər fiziksel olaraq nəsə. Müəyyən yaşla bağlı. Ola bilər ki, özü istəmir. 2028-də mən başqa prezident görürəm, o seçkilərə qədər təzə ya seçki olacaq, ya da nəsə, yəni ki 2028-ci ildə təzə seçki o ildə olmayacaq, ondan tez olacaq. Və mən bunu bugünü görüb deməmişəm. Açsın mənim videolarıma. Əvvəlcədən demişsiniz. İnanmıram deyənlər açsın videolarıma baxsın, bəli, sonra danışsın. Bunu mən də görürəm, bilirəm kəslər bugünə baxıb deyirlər. Mən bugün bunu demirəm. Əvvəlcədən demişsiniz. Mən bu dediklərimi sizə xatırladıram ki, mən bunları demişdim. Sübut olaraq bunu göstərirsiniz. Bəli, yəni bu qədər güclü hissləri olan, bu qədər Qarabağ savaşı gedən müddətdə 45 günü gedəcək deyən adama qulaq asmaq yerinə bizim efirlər nələri göstərir və bizim insanlarda ona görə çoxları cahilləşib və kütlə var da bir. Bəzilər dini kütlədir, elə bilirlər ki, biz 3 hərflərdən danışırıq, biz şeytanıq, cinik, belə qəbul edilir. Çünki bunlar deyir ki, Quranda belə yazıblar. Bunlar başa düşmürlər ki, sənin o Quranın 1200 bundan əvvəl necə gəlib? Yenə də Quranda elə yazıb. Mənə o Quranda o 1200 il bundan əvvəl necə yazdığını, o Quranın o tarixlərini qəstirsin, göstərsin. Deyir, o vaxtlar deyir, çirnirlər olub, deyir, ceyran dərilərdə deyir, yazılıb, deyir. Onda onu gətir göstərin ki, biz ona inanaq ki, 1200 il bundan əvvəl Quran gəlib və bu cür gəlib və orada da yazılan şey, deyir, Quranda yazılanlar bugün baş verir. Quranda yazan adam dünya hər 200 ildən, 300 ildən, 400 ildən təzədən sıfıra dönür, düşür. Bu analizlər, bu dünya böyük bir elm adamları bunu deyir. Hal-hazırda arxeoloji qazıntılar olanda, arxeoloqlar bunu gözəl bilirlər ki, hal-hazırda bir son neçə illərdir də, bir 30 ildir telefon kəşf olunub da, 30-35 ilə yaxın. Ancaq olar. Amma neçə əsrlər bundan əvvəl o vaxtın o telefon şeyləri şifrə edirlər, çıxırlar ortalığa. Bu dəqiqə olan texnologiyandan da güclü olan texnologiyanın zamanı olub. Həmən o şeylərin arxivləri, bəlkə də masonlar 500 il yaşayır, 300 il yaşayır. Ona görə də onlar kəşfi Elon kimilərlə elətdirir, halbuki o Elon kəşf etmir. O kəşf olunmuş bir şeydir, öz əlindəki adamlara həm pul qazanmağa şərait yaradır, həm də onun kəşf elədiyi kimi. Elon Musk kimdir ki, ona fake qaldırmağa icazə verib. Dövlət səviyyəsində olan bir məsələdir. Bəli. Hər bir milyarder peyk qaldıra bilir. Bəli. İndi ona Trump ona şərait yaradıb. Trumpdan əvvəl olub bu. Peyk Trumpdan əvvəl Bush'un vaxtında olub. Nadim bəy, bu Quranla bağlı dediyiniz fikirlər subyektiv sizin öz şəxsi fikirlərinizdir. Yəni onu siz bildirməkdə... Mənim fikirlərimdir. Əlbəttə, onu siz bildirməkdə, yəni o sizin şəxsi fikirlərinizi bildirirsiniz də. Amma burada müəyyən məqamlar var. Yəni razılaşmayanlar əlbəttə ki, çox olacaq. Başa düşürsünüz? Yəni bu haqda mən mübahisə eləmək istəmirəm. Sizin şəxsi fikirləriniz mən bilirsiniz necədir xanım? Başqa mən demirəm Qurana inanmayın, Quran doğru deyil. Mən deməmişəm elə şey. Gəl biz bir şey danışarkən doğru tərəfi anlayaq. Bəli. Onunla idarə eləyən bir təbəqə adamları var. Söhbət təbəqədən gedir. Və o Quranın dəyişdirən söhbət ondan gedir. Və akademiklər o Quran üzərindən insanları idarə edir. Və ona görə də mən deyirəm ki, o vaxtın Quranında necə yazdığını o vaxtın tarixləri ilə bizə göstərsin. İndi o Quranda belə yazıb deyə surələrin o şeyləri... Təksib olunur da, buna təksib deyirlər. Hə də filan surədə filan şey yazılıb da deyə bizi idarə edən, bizi sürükləyən bir güclərə deyirəm. Quranda deyib ki, o olmaz, Quranda deyib ki, bu olmaz. Bu şeylərə görə deyirəm ki, bugün bizim dünya idarə edən insanları sadəcə olaraq Quranda olan gözəlliklərə, dinə inam olduğu qədər, biraz da təhsil, biraz da elm, biraz da bu
Elə onlar da şuurunu da biraz ortalığa qoyaq da. Hər şey orada elə yazılıb. Bəli, Nadim bəy. Nadim bəyin burada üzr istəyirəm ki, mənə ziyanı var ki, estağfurullah. Bunu niyə görə 3 hərfli kimi? Onlar Quranın da gözəl tərəflərini təbliğ eləməlidirlər. Quranı təbliğ eləyəndə də mən ona görə deyirəm də, o qədər dünyəvi bir kitabdır ki, mən ona görə deyirəm ki, həmən illərdə həmən yazdığı şeyləri bizə varsa onlarda, o tarixləri ilə o nə bilim, bizə çatdırsınlar. Sonradan bilirsən mən oradan köçürmüşəm. Orada belə yazılıb. Sonra da 1200 il bundan əvvəl gəlmiş bir şey barədə təzə çap olunmuş kitablarda təzə professorlar nələr deyir, izah edir. Adı deyir mən elməm. O qədər professor adı vermiş, alim adam vermiş, alimə, professora layiq olmayan adamlar var ki, mən niyə ona inanmıram? Mənim ağlım, şuurum yoxdur. Mən oxuya bilmərəm. Mən hər şeyi oxuyub, dünyada gedən prosesləri görüb, öz daxili hisslərimlə də yaşamağa hər bir kitab bir insan yazıb. Bəli. Sən niyə hansısa kitaba görə yox, dünyada gedən biz insanların bir şeyi var. Gözü ilə görüb, qulağı ilə işidən durumunu görmürük. Hardasa yazılan, hardasa deyən şeylərə biz əsaslanaraq yaşayırıq. Nadim bəy, onda bir sual da məndə yaranır bir vətəndaş olaraq. Yəni, bax, indi görürsünüz ki, dünyada kataklizmalar baş verir. Azərbaycana da bu gəlib çıxır. Siz də proqnozlar verirsiniz. Əvvəla çox cəsarətli bir proqnozçu kimi mənə çox xoş gəlir ki, dediyinizin arxasında durursunuz və çox sərt şəkildə deyirsiniz ki, bu olacaq və doğru edəcək. Hə, yəni bu olacaq başqa şeydir. Dünya idarə edən güclər okeanların üzərində bizim gözə görmədiyi yerlərdə saxladığı böyük hərbi gəmilərlə yağışlar da yağdıra bilir, küləklər də yarada bilir. Hə, o demək deyil ki, bu dünyanın küləyi, yağışı yoxdur, var. Amma buna güc qataraq, daha çoxaldaraq dağıdıcı vəziyyətə gətirə bilir. Okey, iklim dəyişikliyi var. Kataklizmalar var. Tək iklim dəyişiklik olsaydı, xəstəliklər olmasaydı, xəstəliklərlə, okey, iklim dəyişilir, xəstəliklər baş verir. Hə, bu ikisi olaraq dünya savaşı da təbiətə bağlıdır. Yox. Oxu, insanlar edir. İnsanlar edir. Necə üçü bir arada insan öldürən şeylər var. Yaxşı bir şey olsun. Nadim bəy, dünya sonluğa gedir, yoxsa bizim hələ... İnsanların azaltmağa, öldürməyə, bəli, ona doğru gedir. Həmişə demişəm və... Sonluğa doğru gedirik. Sonluğa da, yəni ki, böyük fəlakətlər yaradırlar ki, daha çox insan canı alsın, daha çox ölümlər olsun. Böyüyən bir nəsil, böyüyən bir insan, böyüyən bir cəmiyyəti azaltmaq və böyüyən bir şəhəri çökmək prosesi gedir. Amma bu necə gedir? Bundan istifadə edən böyük biznesmenlər bizneslər yaradır. Öz ətrafdakı komandaları yığır, böyük bir reklamlar gedir dünya üzərində. Məsəl üçün, biz hər yerə gedirik, parıltılı binalar, tikintilər, afişalar, kimlərin isə təzə açdığı bizneslər. Bu 1-15-20% üzərində gedir dünyada bu proses. 15-20% həm bunlardan, durumdan istifadə edirik, həm biznes qurur, həm də bu biznesləri görən kütlə inandırırlar ki, bu bizneslərlə biz gələcəyimizə doğru daha yaxşı gedirik. Dilində, görünüşdə o 20%-in biz yaratdığı şəhərlərin, onun hamısı tikinti, hər yerdə pul var. Hamı da öz adamların əlindədir. Dünyada dövlətlər kimlərin əlindədirsə, əsasən də 70-80% onların əlindədirlər. Onların götürdüyü, apardığı siyasətin də bir tərəf odur ki, biz yəni ki, tikiriksə, şəhərləri yaradırıqsa, parladırıqsa, yəni ki, o dünyanın sonu gətirən mason sözlərinə inanmayın. Yəni, onların qaldığı yerləri də qəşəng yerlərdir, dağıdıcıdan, hər şeydən qorunmuşdur. Və onların tikdiyi dağıtsa da o pullar şəxsi cibinindən qoyulmur. Dünya idarə edən güclərin, şəhərlərin salması, tikilməsi bütün dünya üzərində. Dövlət layihəsi. Orada da onların maraqları var. Və ondan da əlavə mən yenə də çox belə dərinlərə girmək istəmirəm. Dünya idarə edən şəxslər həm öz bizneslərə dirçəlir. Olan 80-90% cəmaata olur. Və ona görə də 80-90% cəmaat bunlara görərək
Məsəl üçün bizə indi deyirlər ki, hansısa bir tutaq ki, Katarda hansısa bir layihə var. Səudiyyə Ərəbistanda böyük bir milyardları qoyaraq layihə var. Bu Qatarın dövlət layihəsidir. Və bir də ki, dünyada gedən proseslərə xəbəri olmayan bəzi biznesmenlər, böyükləri var. Onlar da təbii ki, dünyada da milyardları var. Pis olacaq, öləcək, hamı öləcək, ölməyəcəksə yaşamalıyam. Bunlar da o cəhətdən davam edir. Onların Elon Musk bilmirsiniz, özün üçün sığınacaq tikdirdiyini deyiblər də. Və nə üçün tikir? Elon Musk'ın xəbər olmadığı şey var. Niyə üçün tikir? Elə onun üçün tikir də. Yəni ona görə də Simpsonlar niyə o videoları çəkir? O videoları çəkən adam kimdir? İnsanları psixoloji olaraq nəyə hazırlaşdırır? Bəzilər mənə deyir ki, sən Simpsonlara baxıb deyirsən. Simpsonlarda Trump'ın da öldürəcəyini demişdi prezident vaxtında. O ölməyəcək, öldürülməyəcək. Baxar, düzmü çıxacaq? Simpsonlar Ukraynanın savaşı, Ukrayna qazanaraq bitəcəyinin də bir senaryoları var idi. Simpsonlar o qədər senaryo çəkir ki, düz olanları bizə göstərir, bizi üzə çıxır, düz olmayanlar geri planında qalır. Amma Nadimin verdiyi proqnozları yalan olaraq qoysun ortalığı, hansı ki yalan çıxdı. Məni seçkilərdə bir dəfə proqnozda yalan çıxartmağa çalışmışdı Erdoğan bəyin. Mən də demişdim ki, birinci turda ya uduzacaq, ya ikinci tur olacaq. Mən görmürəm dedim onun üzünü. Sonraki ikinci tur oldu və onda da dedim ki, çox çətinliklə Erdoğan bəy gəlib öz kürsüsündə oturacaq. Ondan sonra daxilində böyük gərginliklər yaşanacaq. Və o gərginliklərin də sonunda böyük uzağa getməyəcək. Bu proqnozum var idi və hal-hazırda o ərəfəsindədir. Və onu təkrar etdim bayaq. Ki, bəli, bu gərginliklərin sonu nə qədər orada tutsa da, eləsə də, nələr baş versə də 2028-ə qədər gəlib çıxmayacaq. Və hökumətin də başında ola bilər Erdoğan bəyin öz adamı gələr və ya bu cəbhə gələr. Mən onu demək istəmirəm. Kim gələr, xeyirli olsun Türk dünyasına. Amma bu Erdoğan bəy 2028-ci ilin seçkilərə olmayacaq, ora qədər çıxmayacaq. Ondan növbəti prezidenti Erdoğan bəyi görmürəm demişdim. Və indi də təkrar onu deyirəm. Çünki mən bir proqnozmenəm. Onu sevmirəm demək deyil ki, biz Erdoğancıyıq hamımız. Yəni, sadəcə olaraq hisslərimi deyirəm. Ona görə də bu prosesdə İranı vuracaq. 40 il, 50 ildir də deyirlər, mən İranı vuracam deyə. Hal-hazırda Trump o İsrail vot vurmalı idi İranı. Trump gəldi, dedi ki, mən hələ danışıqlara gedirəm. O layihəni dayandırıb. İsrail vurmaq planı hələ ki dayandırıb. Danışmaq istəyirəm. Bu da bir yalandır. Trump'ın oyunudur. Trump həm İranla danışıram deyə bizneslər qurmaqla, dostluq eləməklə içinə girir, şpion salır. Həm Rusiya ilə, həm də Rusiyanlı ölkələrlə. Trump hamı ilə öz biznesləri deyil, pul qazanır. Sanki özü o işlərin arxada olmamış kimi Avropalı özünün həmasonların hansı ki şpionları salaraq o ölkələrin içinə gələcəkdə böyük planlara hazırlıq gedir. Və bu da dünya savaşını dayandırmayacağından xəbər. Yox, Trump biznesləri yaradacaq. Bu ölkələrdə gedən Ukrayna savaşları, o Filistin savaşı, o İran savaşı olmayacaq. Hər şey bitəcək deyiriksə, bu olmayacaq. Bu mənim şəxsi qənaətimdir. Aydındır, aydındır. Çox gözəl, çox gözəl, çox maraqlı, əhatəli danışırsınız. Yəqin ki, tamaşaçılarımıza da çox maraqlıdır. Nadim bəy... Üzr istəyirəm. Tamaşaçıların çoxu bilirsiniz necədir? Necədir? Onların siyasi təbəqəsindən başa düşənlərə, bir də mənə izləyən onlara maraqlıdır. Bəzi dinlə idarə olunan bu hissləri 3 hərfli kimi baxan cahillər məni başa düşər. Halbuki dinin nə gözəl tərəfləri var. Onları götürmək lazımdır. Bəli, təmizlik var. Bəli. Dürüstlük var. Ona görə biz o təbəqəyə demirik ki. Biz o təbəqəyə deyirik ki, onlar cahil deyil, onlar orada deyil. Biz sizin təbəqəyə... Hə də, yəni o... Yəni ki, doğru olanı görməyən insana verdiyi proqnozu illərlə doğru... Bir insanın qulağı var. Bir insanın gözü var. Halbuki bu siqnaldır da sənə. Bu görür, bu işidir. Gördüyü, işitdiyi fakta əsaslanmırıq. Orada ələ yazıb sən beləsən, sən bəbəsən, sən pissən. Ya, sən nə qədər cahil ola bilərsən ki, gözü ilə gördüyü durumuna görə yox. Adam acından ölür.
durub onu öldürənin tərifini eləyir. Misal üçün də adamın başına daş düşür. Deyir ama bana daş düşəcək, dayan. Geç o tərəfə. Ehtiyatlı ol da, hə. Mən niyyətim nə Elementar deyirəm bir şeydir də, daş düşəcək sənə əvvəlcədən deyilir. Adı baxıcıdır, öncə görücüdür. Çoxu da öncə görücülərə gedib aldanıbdır. Bəli. Onun üçün boş şeylər də deyir. Amma qabağına mənim kimi çıxmıyor. Problem budur. Bəli. Nadim bəy, elə ona görə də biz sizin kimi proqnoz verən insanların təbliği ilə məşğul olmalıyıq ki, Mənim kimi, məndən. Başqa bəziləri var burada. Aradan çıxsın. Yox, bəziləri də var burada özünün proqnozu, mənim dediklərimi təkrarlayanlar. Sonra toyuq oğruları var onların içində, cəmaatı aldadanlar var. Onların verdiyi proqnozlar Nadimin dediklərini təkrarlayırlar. Onlar proqnoz verən, düzdür, efirdir, sizin verilişin məsələn buna aid həsr eləmisiniz, siz soruşursunuz, siz müzakirə edirsiniz. Siz demirsiniz ki bunlara inanın. Siz insanlara da göstərirsiniz kimin kimdir. Amma onlar burada ələ də çıxıb belə bomba danışırlar ki, hansı ki ekstrasenslərdən biri təzə mənim dediklərimi təkrarlayan, öz olduğu ana yurdu vətənin şeyində, Siyəzəndə, Dəvəçidə sellər bastı, evlər dağıldı, bir neçə dənə adam orada sudan rəhmətə getdiyini bilir. Onu görüb proqnoz verə bilmədi. Elementar bir şey. Hətta yəni sən bunu görənmədin. Amma Nadim bəy 24 günü Azərbaycanın ən tanınmış özünü ekstrasens hesab eləyən biri var Moskvada, hansı ki o kino kimi ssenari üzərində özünü reklam eləmiş biri. Heç bir proqnoz düzgün deyə bilmir. O boyda qan tökülüb, milyona yaxın, milyondan çox insan ölüb. Bunu görə bilməyən adam necə ekstrasensə çıxıb təzədən mən oradayam deyir, sən orada kiməsə söz atır. Sən keçəl başına. Belələrinə fikir verməyin. Ümumiyyətlə vermirəm, yəni qəzəblənirəm. İnsanların cahil olmağına qəzəblənirəm. İnsanların gözü ilə gördüyünü Nadim bəy bilirsiniz nə maraqlıdır? Görməməzliyinə gələndə qəzəblənirəm. Artıq bu dövrdə də cahil olmaq o ayıbdır. Nabrut internet. Artıq bir dənə telefonu götürürsən, sən hər şeydən xəbərdarsan. İnternet dövründə, iş orasını ki, internet dövründə daha çox cahillik baş alıb gedir. Kəş ki, bu dövr gəlməyir. Niyə biz o tərəfə gedirik? Bunu yaxşısını götürək. Çünki bizim insanlar elə insanlara layiq eləyir. Kim ki, bax təsəvvür elə, Bayram Nurlu ad çəkib deyəcəm, Baboş, Ləman, nə verir bunlar millətə? Biabırçılıqdır. Amma laiklara bax, onun ürək olan yerə belə basan var, o da onun tayındandır, onun ailəsində də onlardan var. Ona görə onlara əl basır, layiq eləyir. Onlara götürüb, bu nə şirindir. Kimlər ki onlara, düzdür, qabağa çıxar, baxa bilərsən. Bəli, istər-istəməz. Sən ona xeyir sözü yazırsansa, sən ona like dəstəkləyirsənsə, sənin ailəsində də baboşlar var, sənin belə evində də üzr istəyirəm. Deməli, sənin mənəviyyatın o səviyyədədir. Ona görə də bugün TikTok aç gecə, dodaqları oturmuş belə, özləri biri model adı qoyur, biri nə bilim nə, adam gedər, botoks eləyərsən, üzr istəyirəm, kosmetologsan, kosmetologun reklam, lazersən, lazerin elə, salon işitsən, salonu reklam elə. Okey, öz sənətini reklam elə, proqnozdan proqnoz verirəm. Kimlərsə elə lağ, efir düşüb əlini dırdır danışır, onun bunun da qeybət çəkir, nə edir? Mənə üzr istəyirəm. Hə, dostlar, like elə, dostlar, tıkla. Bu kimi şeylərə baxan bir millət, gül sizin başınıza, hansı ki o insanlar, mən onlara nə izah edeyim? Heç nə. Bunlar acından ölüb o çörəyini necə qazanmaq olduğunu yallara işdə görməyin əvəzində, təhsildə görməyin əvəzində belə şeylər eləyir. Buranı sirkələyir, oranı sirkələyir, buranı şişirdir. Çünki bu insanlar məni başa düşməz. Yox. Mən onlar üçün nə deyim? Yox. Onlar mənim kimi danışanlara başa düşməz. Bəli. Çünki onlara lazımdır. Bilsən nə? Rahatlıq yollar axtarır. Vicdan nə olduğunu onlar bilməz. Mənəviyyat yox. Mənəviyyat onun evində kişi olsa, deyər qabrasa gecə saat internetdə nazların var. Və yaxud qadın əri deyər, ay bala, sən nə işin var? Bu söhbət... Bəzilər blogerdir deyə üzr istəyirəm özlərini. Hələ oradan başladı çox şey. Bəzilər blogerdir, arvada da götürür hansısa bir adalarda üzr istəyirəm. Alt paltalarından paylaşımdır. Adı da qoyur bloger. Amma bütün millət onun arvadının üzr istəyirəm, hər yerini görür. Bəzilər də cavanlar onlara baxıb üzr istəyirəm, kayfını tuturlar. Yəni bu kadar şeylər burada ola müsəlman ölkəsində dindarlar onları görmür. Mənim ki proqnoz verəni görür. Yox.
dili ilə, Bu düz deyil. dili ilə Bu düz deyil. doğrulara danışan, Bəli. danışdıqları baş verən, Bəli. proqnozları dəfələr Cəsarətlə dediklərinin arxasında durur və düz çıxana. Bəli. Bəzilər mənə deyirsən, bir proqnozlar verirsən, deyir, Novostroykalar o bu barədə dağılacaq deyə. Bəzi indi olur. Biz deyir, sənin başı oyunçusu, sən o barədə demədin. Mən yəqin hansısa biznesmenlərdir, gizli zənglər, zatlar olur orada. Sən deyir, zəlzələ barədə demədin, bina evləri deyir, alanlar az olacaq deyir. Təbii ki, sabah onlar məni göndərəcək 2 dənə adam yanıma. Hə, ilişdirəcək oldum mən Nadim Dələduz. Amma həqiqətən Dələduz olanlar at oynadır. Dələduz bilsən kimdir? Dələduz sən öz istəyi ilə mənim yanıma gəlib baxdırıb pul verən deyil. Dələduz səni əlindən tutub aparıb sənin cibindəkini qopardandır. Dələduz sənin qupçasını, sənin əlində olan dokumenti üzərində rüşvət alandı. Ona dələduz deyərlər. Bəli. Başa düşdün? Bəli. Dələduz səni yolda saxlayıb, səni rüşvət qarşılığında çıxan maşından protokol yazmadan, dövlətə xeyir vermədən cibinə qoyandır. Bəli. Dövlət öz vəzifədən istifadə eləyəndir. Bəli. Dələduz mən deyiləm. Sən baxırsan, gəlirsən, psixoloji olaraq danışırsan, söhbət edirsən, mən bir şey bacarıram, sənə kömək verə bilirəmsə, onun qarşılığında mənə pul verirsən. Əlbəttə, mən səni məcbur edirəm, dur mənim qapıma gəl. Bunu nəyə pislik? Amma biriləri gəlir, göndərir qapıya. Aha. Qəbula. Sonra da yalandan yazdırır səndən şikayət, sonra da gətirir sənin ağzını, skoşunu vururlar. Susmasan, sən dələduzsan, dur, davay, öl. Bunu mənim üçün eləyəcəklər. Çünki mən doğruları danışırım. Adı da qoyacaqlar ki, bu nə bilim, nəyəsə qarşı. Mən cənab prezidentin siyasətini, ölkənin bütün dəyərlərini hörmət edən bir adamam. Bəli. Bəli. Amma bu bəzi o təbliğ eləyənlər o efirlərdə, onlara şərait yazılan bəzi o insanları tənqid edirəm. Hansı vəzifə daşımağından asıllı olmayaraq onlara qarşıyam. Onlar mənə nə eləsə də mən onlara demək zorundayım. Cənab prezidentin ölkənin son 100 ilində itirilmiş torpaqları geri qaytarılmış nömrə 1 ölkə Azərbaycan və prezidentidir. Mən onun siyasətinə həmişə dəstəklənmiş bir adamam. İstər ekstrasens olum, istər fəhlə olum, bir vətəndaş olum. Amma bunları gözdən salan, bu efirlərdə bunlara şərait yaradanlar bu ölkəni və bu ölkənin prezidenti sevməyən kəslərdir. Bir gün onların da cavabını alacaq. Bəli, bəli. Bir gün alacaq. Nadim bəy, ən əsas suallarımızdan biri oldu. Bilirəm ki, tamaşaçılarımız mütləq hamı bu sualı gözləyir, cavab gözləyir. Bax, bu sərhədlərimizin açılması ilə də bağlı. 2026-cı ildə sərhədlərin açılmaq prosesi gedəcək, amma o vaxtacan dünya savaş baş verməsə. Çünki sən ekstrasiyasını görmürsən. Çox böyük hadisələr, olaylar maydan sonraki aylarda olacaq. Amma sanki 2026-cı ilin hansısa aylarda hər şey sakitləşən bir durum gələcək. Düzdür, təbii fəlakətlər daha çox davam edəcək. Amma sərhədlərin açılması 2026-cı ildə nələr olar olmaz, elə bir şans, elə bir vəziyyət hiss edirəm. Hiss edirsiniz, yaxşılığa doğru gedir. Mən 2025-də hiss eləmirəm. Nadim bəy, yenə də qayıdırıq öz Azərbaycanımıza. Dediniz ki, may ayına da proqnozlar verirsiniz. May ayında yox. May ayında yox. Maydan başlayaraq. Maydan başlayaraq. Apreldə ipucuları. Maydan başlayaraq sonra gələn dönəm, aylar, illər, təbii fəlakətlər, dünya savaşları doğruna mayda başlayacaq ki, bəzi gərginliklər, maydan başlayan gərginliklər dünya üzərində gedir. Hələ may az qalıb Türkiyədə bu zəlzələ. Bəli, dediyiniz doğrultdur. Sellər, uzun ipucular var da. Sabah deyəcək ki, mayda gərək hamısı ölsün, dağılsın ki, desin ki, sənin dediyin düz çıxdı. Ya da gərək Azərbaycanda belə olsun. Yox. Düdümdə dünyada olacaq. Nadim bəy, sizi anlayan, sizə inanan, inancı olan çox böyük kütlə var. Yəni, bu da bir faktdır. Yəni, uzun illərdir ki, proqnozlar verirsiniz, proqnozlar özünü doğruldur və doğrulduqca da bu kütlələr çoxalmaqdadır. Mən özüm Instagram səhifənizi də izləyirəm. Yəni, insanlar sizə necə müraciət edə bilərlər? Yəni, Instagram üzərindənmi? Nadim Əlixanov Instagram üzərindən müraciət edənlər də var. Özünüz cavablandırırsınız. TikTok son dəqiqə xəbərdə mənimdir. Yox, məndə orada bir köməkçi var, sağ olsunlar. Çatdırırlar da sizə bütün
mesajda? Mən qəbullar çox redki halda eləyirəm. Çünki qəbullar eləməkdən bilirsiniz necədir? Mən açıq bu qədər proqnoz bu şəkildə deyəndə məni göz götürməyən çoxdur. Ona görə də mən çox qəbul eləmirəm, amma az eləyirəm, saz eləyirəm. Nə bərdə? 1-2 dənə, 3 dənə, belə də həftədə 2-3 dənə adam qəbul eləyirəm. Eləyirsən. Çox eləmirəm. Çünki mənə lazımdır o da ki, hansı ki özləri dəfələrlə yazıb müraciət edən şəxsləri inad eləyirlər. Mən kimlərsə qapıları doldurmuram insanlarla. Bəzilər deyir, oyda, sən orada nə qədər adam var. Adama sual verərlər. Hətta onlayn da qəbul edirlər indi, elə yox? Onlayn onun enerjini necə ala bilər ki səndən? Yalandılar. Yalan. O yalanları görən kütlə var da, gedirlər, görür ki, o qapı dolu millət. Gedir ondan nəsə yazdırır, skoçlandırılmış bir dua, bir şam, bir o, bu. İşin alınmır, pulu da gedir. Deyir ki, hamısı belə şeydir, boş şeydir. Mən də deyirəm ki, məni yoxlamayan, mənim yanında olmayan adam mənim barədə danışmasın. Mənə inanmayan adam. Yəni inanıb gəlirlər də. Yox, mənim yanında olmayan adam. Yəni gəlsin bir dəfə görsün. Hansısa o pişi belə şey yoxdur deməsin. Kimlərsə, kiminsə yanıb gedib aldanırsa, o onun işidir. 40 nəfərə, 30 nəfərə, 20 nəfərə bir ekstrasens bir gün necə güc taslara bilər ki, baxmağa? Mümkün deyil bu. Deməli, onlayn o heç də düz deyil. Onlayn da düz deyil, kart açmaq, bunlar hamısı siz necədir? Psixologiyanın bir ucudur. Onlar həmən adamların vaxta verdiyi proqnozlara, gündəmə baxır, indi deprem olmadı. Keçən vaxtın nə vaxtda Türkiyə ağzından çıxan düzüb qoşub deyəcək, mən demişdim. Ortalığa qoya bilməyəcək harada dediyini. Hamı bilir ki, Nadim deyir. Amma deyir ki, mən demişdim. O 2 ildir də, son 2 ildə onlar bu proqnozları verir də. Mənim kimi 10 il bundan əvvəl verməyib ki. Demişdim, deyəcək. Nə demişdin? Bir var idi o ekstrasens, sizin də arada çıxır, bir cavan qədər. Keçən ildə şey demişdi, 3 aydan sonra Türkiyədə zəlzələ olacaq dedi. 1 il yarım il üstündən getdi, indi həmən videonu tapıb keçəcək ki, mən demişdim. Hələ 3 aydan sonra demişdin, sən kimə gəlirsən? Mən izləyirəm hissi, hər kəsi. Bir də nə demişdi? Çində təzə pandemiya yaranmışdı bu yaxınlarda. Çünki dünya alarmı çalır da, təzədən hamı deyirdi ki, Türkiyə medialar, Rusiya medialar təzədən qapanmalar olacaq. Onlara görə çıxdı ki, Nadim Əlixanov deyir ki, bağlanmalar olmayacaq. Pandemiya olmayacaq, mağazalar bağlamayacaq. Mən deyirəm ki, bağlanacaq. Mənim barədə çıxıb qatıqlasa bütün videoları qoyacağım sizin efirinizdə. Qoy millət görsün. Mənlə uğraşmasın. Mən düzdür. Salam aleyküm var, olan insanlar var, amma ekstrasens barədə hisslərlə psixoloji analizləri, mənim dedikləri təkrarlamağı eləməsin, qarışdırmasın. Pul qazanmaq istəyir, üzü maşinlikləri eləyənlər, kimlər özləri bilər. Amma mənim üzərində özlərinə reklam qazanmasınlar. Mən dediyim proqnozlara təkrarlanmasınlar. Vaxtında dediyi proqnozların vaxtını dəyişdirərək insanlara dəbə gəlməsin. Pulu da vicdanla qazansınlar. Vicdanı var onların. Və sonda Nadim bəy bizim izləyicilərə sizi vicdanla Tofiq Dadaşov ekstrasens olub güclü. Sonra Etibar var idi, onu öldürdülər. Çox adam onu bilir. Var. Dünya üzərində güclü ekstrasenslər olub var. Amma özünü reklam eləmiş klonlar gəlib ekstrasensdir deməsin də. Mən desə ki, sən güclüsən, indi onların ailələrinin içində inanmayan yazanlar olacaq da, ben onlara üst tutub deyirəm. Qeyrətin varsa, bir az da olsa, vicdanın varsa, keçmiş proqnozların tarixinə və baş vermiş olaylarına baxın, sonra danışın. Yəni şər atarkən gərək onlara baxıb danışmalıdır. Əlbəttə. Bir daha xatırladıram ki, qonağım proqnozçu, tanınmış proqnozçu Nadim Əlixanovdur və Nadim bəy çox gözəl, əhatəli söhbət elədik, çox gözəl məqamlara, dünyəvi məqamlara toxunduq. Buna görə sizə təşəkkür edirəm və ola bilər ki, sözünüz olsun bizim tamaşaçılarımıza, sizi izləyən kütləyə, insanlara. Mən sizin televiziya kanalına, rəhbərliyinə və bir xanım olaraq, aparıcı olaraq sizə çox təşəkkür bildirirəm. Yenə də deyirəm, bəzilərinin xoşuna gəlməyə bilər bizim kimi insanlar. Amma bizim dedikləri şeylər realdır, faktdır. Bəli. Biz maska taxmırıq. Bəli. Biz əlində mikrofon tutaraq
min oyundan çıxıb özümüzü belə aparmırıq. Biz politik deyə rüşvət yemirik. Biz sadəcə öz hisslərimizi deyirik, yanıma gələn insanlara kömək edirik və insanlara əvvəlcədən baş verəcək şeyləri, hisslərimizi çatdırırıq. Kimlər inanar, inanmaz, öz işidir. Bəli. Buna görə təhqir etmək, insanı gözdən salmaq doğru deyil. Siz nə edirsiniz? Siz araşdırırsınız və araşdıraraq bizim kimi insanlara, millətə göstərirsiniz. Kimin düz olduğunu, yalan olduğunu. Seçim olardı. Siz baxın, verdiyim proqnozlara görə məni bura çağırmışsınız və sizə ona görə çox təşəkkür bildirirəm. Sizin kimi millətin aqibəti pozan şeylər paylaşmırsınız. Sizin kimi doğruları doğru yerdə çağıran insanlar azdır. İnşallah Təşəkkür edirəm. Təşəkkür edirəm. Çox olar inşallah zaman gəldikcə. O efirlərə baxan, o kütlənmiş, cahil kütlə heç mənə baxmasa, inanmasa da olar. Mənə o mənim o bir az olsun, saz olsun. Politoloji beyinlərlə ağıl olan kütlə, mənə onlar lazım. Qalanlar baxsınlar zaurçiklərə, nə bilim nələrə, onlara, bunlara. Başınızı, vaxtınızı aparsınlar, sabah başına o zəlzələ gələndən sonra Nadimi xatırlayarlar ki, bu demişdi, gərək buna qulaq asardıq. Sağ qalanlar, əzizləri itirənlər, evləri dağıdanlar, onları görənlər bunu deyəcək. Bu zaman gəlməsin. Amma hisslərim deyəcəm ki, qulaq asmaq lazımdır. Çox təşəkkür edirəm. Məni izləyən, məni anlayan hər kəsə çox təşəkkür edirəm. Anlamayanda özünüz bilərsiniz. Vaxt gələndə anlayacaqsınız. Sağ olun, Nadim bəy.